Hər vaxtınız xeyir olsun, hər gününüz xeyirli açılsın inşallah. Soğan doğramışam, qovururam, çığırtma eləyəcəm kənd toyuğundan. Kənd çolpası da deyilir də, yəni biz toyuq deyirik, amma bəzi yerlərdə kənd çolpası deyilir, cücə deyilir. Ondan deməli çığırtma eləyəcəm, plov bişirəcəm. Bu arada burada da toyuqlarım qoymuşam bişməyə. Bir deməli qoymuşdum, toyuğu mən həmişə yuvuram, qoyuram. Bir burum qaynamıram, sadəcə kəfi üzünə yığılanda suyunu boşaldıram. Suyu boşaldandan sonra təmiz təzədən yuvuram, qoyuram, duzunu da tökürəm, özü üçün bişənə qədər qaynayır. Lap həlimdə bişirməyə qoymuram, çünki biraz da soğanla qovuracağam. Ona görə belə artıq görürəm, artıq bişib, lap da qoymuram da həlim olsun. Tökürəm, sonra soğan qovurulandan sonra soğan üzərinə. Bəzi bölgələrdə bilirəm ki, çırpmaya pomidor da vururlar. Biz vurmuruq. Sarı kökdür, duzun, istiotun vururuq. Bu qədər və ən axırda da yumurta vururuq üzərinə. Kənd yumurtası olsa lap yaxşı. Üzərinə yumurta vururuq və kənarda da düyün içində burada su qoymuşam qaynamağa. Duzunu əl tökdüm, indi qarışdıracağam. Qaynasın, düyümü də süzüm inşallah. İndi bişirdikcə, hazırladıqca çəkiliş edəcəm. Soğanım qovruldu, qoydum kənara. İndi düyümü də tökmüşəm suyuna. Burada da düyünü qaynayan suyun içinə əlavə elədim, duzunu da vurmuşam. Toyuğumda düyümü süzdüm. Süzdükdən sonra arasına sarı kök vurmuram, mən yalnız üstünə vururam. Biraz çox vururam ki, yağlayanda da sonra boşqablara tökəndə istər-istəməz o yayılır da sarı kökü. Aralarına vururam. Aralarına vuranda həddən artıq yəni sarı kök dadı verir. İndi zəfəranım yoxdur, zəfəran vuranda lap daha gözəl olur da öz yerində. Zəfəran yəni yerini içinə verə bilməz. Deməli, bunu da qoyuram dəmə, üzərinə bir dəsmal qoyum, qapağını örtüm, qoyum dəm alsın. Burada da artıq toyuqlarım bişib, çox həlim qoymuram olsun, amma bişmiş olur da. Biraz da soğanla qovrulacaq. Tam yaxşı bişdikdən sonra yeməyi yəni servis edəndə artıq o zaman üzərinə yiyənə yaxın yumurta vururam. Artıq toyuqlarımı da biraz qovrulsun inşallah. Qapağını örtüm. Sarı kökün, duzun, istiotunu vurmuşam. Biraz da bu cür qovrulsun. Və sonda yumurtasını vuracağım üzərinə yiyənə yaxın. Başıma biraz yağlayım ki. Yağı vurandan sonra da biraz da o belə zilinci əlavə edirəm üzərinə. Zilincilə də qəşəng dəm alsın. Əslində zilincili plovu şabalt qorumalı, yəni aşk arasında eləyirik. Amma belə biz zilinclə xoşlayırıq deyə, yəni demək olar ki, hər növ aşda istifadə edirəm zilinci. Yumurtasını da vururam. Çox vurmuram yumurtanı, çox o qədər də sevmirik. Mən özüm yumurtalı heç sevmirəm. Yumurtası yerindən yiyirəm. Artıq yeməyim də hazırdır. Çox ləzzətli görsənir. Göz haqqınızı halal edin. Like etməyi unutmayın. Həm TikTok səhifəmdə, həm də YouTube səhifəmdə dəstək olmağı, abunə olmağı unutmayın. Burada da dünən canlıda bişirdiyim qurutdu. Çox ləzzətli çıxıb. Sizlər də eləməmisinizsə sınayın. Həqiqətən də çox gözəldir. Bu da çığırtmalı, zilincili plovum. Göz haqqınızı halal edin. Allaha əmanət olun.